34 manatlıq paltardan mənə gəldi cəmi 26 manat. Beləliklə qızlar 8 manat ziyana düşdüm. Bax bu xoşuma gəlir. Tam bizim divanımıza uyğundur. Keçən vlogu izləyənlərin yəqin ki yadına gələr. Bu paltar çox xoşuma gəlir. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Dünən axşam elə stolun yerini də dəyişdik. Biraz ortaya qoyduq. Düşünürəm ki, bu süfrə çox gözəldir gündəlik üçün, amma sabah qonaqlarımız var. Ona görə bu gün bilmirəm tapacam yoxsa yox. Ağ rəngdə süfrə istəyirəm alım ki, sabah sərim. Çimdim, çıxdım qızlar. Faberlic'in bu maskasını eləmək istəyirəm. Hələ ki Faberlic'in maskaları sınamamışam, amma qiymətləri çox uyğundur bunların. Keçən vlogu izləyənlərin yəqin ki yadına gələr. Bu paltar çox xoşuma gəldi qızlar. Keyfiyyəti mükəmməldir, çox gözəldir. Və birdən görürəm ki, bunun bir razmer balacası var imiş. Mən S götürmüşəm, amma XS var imiş. Mənə isə biraz böyükdür. Fikirləşdim, bunu qaytarım yaxşısı və özüm üçün XS razmeri sifariş edeyim. Bu paketin içində gəlib və mütləq bu paketin içinə yerləşdirilməlidir və gedib qaytarım bunu. Düzdür, tam xərclədiyimiz qədər məbləğ qaytarmır. Bir 5 manat, 6 manat fərqi var, amma da neyək? Yenə də qaytarmaq istəyirəm və mütləq bunun balaca razmerini özüm üçün alacağım. Bir də ki, dünən uşaq bağlamanı tullamaq istəyirdim. Sonra diqqət yetirdim ki, burada 2 dənə kiçik belə paket var və içində bijutériya. Yaxşı ki, belə baxdım, yoxsa tullayacaq idim. Dəhşət xoşuma gəldi, çox gözəl və keyfiyyətlidir, amma təəssüf ki, mənə bir balaca böyükdür. Bilmirəm, bəlkə də belə də olmalıdır, amma mən xoşlayıram ki, əlimdə kip olsun. Amma qışda koftaların üstündən taxmaq olacaq. Sırğa isə çox fərqli və maraqlı belə bir modeldir. Qolbağı 6 manat almışam, sırğaları isə 3 idi. Amma qəşəngdir məncə. İndi harasa gedərkən, kombinləri yığarkən mütləq yaxından və yaxud qulağımda sizə göstərəcəm. Ümumiyyətlə, qışda çox da bijuteriya taxmıram, əsas yayda taxıram. Qolbağı heç qoyuram buram, qalan qolbaqların yanına. Bunu da taxmaq hər dəfə yadımdan çıxır, yay gəlsin, hamısını bir taxacam. Bunu da koftaların üstündən də taxmaq olur. Bu qolbağı da çox sevirəm. Mümkün qədər səliqə səhman yaratmağına yaratdım qızlar, amma bir şey anlayıram ki, sırğaları asmaq üçün kifayət qədər yerim yoxdur. Görs, bir sırğanı buradan astım, bir sırğanı buradan, burada bir balaca deşik qalıb. Sırğalarım isə çoxdur, axırda belə qoydum. Çünki yerləşmir təəssüf ki. Bilmirəm, bundan birini sifariş eləyim və yaxud sırğalar üçün çox yer olan bir orqanayzer fikirləşim. Qəşəng ətirli, təzə çay dəmləmişəm. Bir balaca çayımı içim, sonra işlərimə davam. Deməli, mənim ən sevdiyim şirniyyat 8-dən almışdım. Birini bugün yeyək və sirokların arasında ən çox bunu bəyənirəm. O qədər gözəldir və içində heç nə yoxdur. Nə cəm, nə bir şey. Sadə ağdır və çox dadlıdır. Çayına super gedir. Bundan əvvəl nədənsə hər supermarketdə tapmaq olmurdu bunları, amma son zamanlar görürəm ki, bir çox supermarketlərdə var. 1 manat 30 qəpiyyədir biri. Çox dadlıdır. Bayırda elə gözəl hava var. Application'da vazrat elədim paltarı. Deməli 34 manatlıq paltardan mənə gəldi cəmi 26 manat. Beləliklə qızlar 8 manat ziyana düşdüm, amma yenə də qaytarmaq istədim. Çünki əgər paltar sənin razmerin deyilsə, o sənin eynində istədiyi formada oturmur. Özü çox gözəl paltardır. Bir razmer balaca olsa, inanın ki, yay boyu mən o paltarı geyinəcəm. Bundan əvvəl hardasa 1-2 ay əvvəl Temu tam pulunu qaytarırdı. Misal üçün 30 manatlıq paltar qaytarırsansa, elə 30 manat sənin kreditinə otururdu. Amma indi belə bir şey yoxdur. Çünki insanlar tərəfindən o qədər fırıldaqlar ortaya çıxıb ki, hətta səhifələr açılırdı ki, necə Temunu atmaq olar. Misal üçün siz məhsulu qaytarırsınız, amma sadəcə rəsmi olaraq qaytarırsınız, mal sizdə qalır
və ambara çatmamış pul sizə çatır və bir sözlə o insanlarla əlbir olurdunuz. Yarı pul onlar özün üçün yirdilər, ambarda işləyən insanlar, yarısını isə sizə güya cashback kimi qaytarırdım. Əslində belə şeylər günahdır. Siz bilirsiniz ki, siz kimisə aldadırsınız, belə eləyib. İndi isə təəssüf ki, qaytarmaq belə olur. Kimsə paltarını geyinirdi, kimsə o paltarın yerinə misal üçün başqa bir əşya qoyub qaytarırdı. Bir sözlə fırıldaqlar çoxdur və indi bu vəziyyətə düşmüşük belə insanlara görə. Badımcan sizi salamlayır. Necəsiz qızlar? Aman ürəyim. Bunu deyəsən YouTube-da göstərməyi unutmuşam. Ona görə gəlin baxaq. Bunun içində nələr var? Belə bir Wet n Wild'ın paketi gəlib mənə Beauty House-dan. Burada da 3 dənə məhsul var. İkisi saç üçündür. İkisi də kondisionerdir. Çox gözəl qoxulu, nəm saça tətbiq olunur. Upakovkaları belədir. Bu brendin başqa bir məhsulu istifadə eləməmişəm. Ona görə sevərək işlədib sizə öz fikrimi bölüşəcəm. Bunları qoydum qırağa. Və sonuncu Wet n Wild'ın belə bir maraqlı pudrası. Bunu heç yerdə qızlar görməmişəm, amma upakovkası dəhşət böyükdür və pink rəngdə olduğuna görə çox xoşuma gəldi. Belə bir şirin upakovkası var. Tam mənlik. Kosmetik ailəmizə xoş gəlmisən. Bəlkə oxlar çəkək. Nədənsə oxlar bu dəfə yaxşı alındım. Mama ilə evdən çıxdıq ki, həm bağlamanı qaytaraq, daha doğrusu paltarı, həm bir-iki dənə produkt alaq, ən əsas da ki, süfrə almaq istəyirik. Paltarı problemsiz qaytardım, sadəcə 8 manat ziyana düşdüm. Gəl-al nöqtəsinə getməmişdən əvvəl mən application'da Temu'da artıq görürəm ki, bu paltara görə mənə nə qədər pul verəcəklər. Qaytarma prosesi əvvəl telefonda eləmək lazımdır, sonra gedib qaytarırsınız. QR kod kimi bir şey yazılır sizdə application'da, onu gəl-al nöqtəsinə təqdim edirsiniz. Bir sözlə proses o qədər də çətin deyil. Starbucks'a qaytaranda bir dənə istoriyadır. O kodu çap eləməlisiniz, sonra yapışdırmalısınız. Başqa nöqtələrə isə elə şeylər ehtiyac yoxdur. Mən də ki fikirləşdim ki, Starbucks'la ümumiyyətlə vurmayım, bağlamalar çox gec gəlir. Həm də ki, gəl-al nöqtə yerini dəyişib, indi mənim evimə yaxın deyil, elə xeyli getmək lazımdır ora çatmaq üçün. Süfrəni qızlar buradan almaq istədi, aldıq daha doğrusu. Sonra mama dedi ki, burada belə xalçalar da var. Mən əslində evdə xalça sevmirəm, ümumiyyətlə düşünürəm ki, mənasız bir şeydir. Amma mama boz birini istəyir. Bax bu xoşuma gəlir. Tam bizim divanımıza uyğundur. Mama istəyir deyə də öz fikrimi deyirəm. Hansı daha uyğundur bizə, amma belə mən şəxsən almazdım. Çeşid çoxdur, amma başqa yerlərinə də biraz müqayisə eləmək istəyirik. Qiymət cəhətdən mama dedi ki, Emsanda da xalçalar var, orada baxmaq lazımdır. Paltarı problemsiz qaytardım. Süfrəni aldıq. Deməli 135 manata idi, endirimə düşmüşdü biraz. 125-ni aldıq, amma divanla tam uyur. İndi evdə göstərəcəm sizə. Reylərdə hamı soruşurdu, Dubai şokolada aid məhsulları mən hardan almışam. Baxın, mağazanın adı belə gedir. Yol üstü yüngülvari supermarketdən bir-iki dənə şey almışam. Ən sevdiyim çörəyi özü ki qaynardım. Niyə heç özüm də bilmirəm, hər dəfə bunlar endirimə düşür. Birinin qiyməti 2 dənə olur, hədiyyə yazılıb üstündə də. Mən də təbii ki götürdüm, çünki pizzalara super gedir. İki növ alma xoş duyuram. Biri bu sortudur. Adı bilmirəm dəqiq Azərbaycanca nə deyirlərsə, amma çox dadlıdır. Mandarin istəyirdim, yox idi, apelsin götürdüm. Xiyar pomidorun kilosu 5 manata birazca götürdüm. Çay içmək üçün belə maraqlı növ xurmam. Uca öyrəşmişəm, həmişə bizim tarla götürürəm. Bu balaca xiyarlardır. Kağıza yazmışdı, mən də aldım. Alma sirkəsi, Herkules, arada səhərləri yeyirik. Belə bir uksus. 3 manat yarıma bu boyda kusoku, bu pendirdi iminə pizza üçün. Yekün 7 manat 44 qəpik bu mağazada verdim. Açıq vəziyyətində stolumuz daha da böyükdür. Bu hissəsi açılır. Bayramdan bayramına qonaqlar gələndə biz bu stolu açırıq, amma adi günlərdə belə də kifayət eləyir. Çünki belə açılanda dəhşət böyük olur. Təzə divanımızda bozdur və gələcəkdə bu otağın aboyları da dəyişmək istəyirik. Ağ eləmək və yaxud boz. Ona görə düşünürəm ki, gözəl uyum olacaq. Deməli, 8 dənə belə salfetkası var.
özü süfrəsi belə görsənir. Çox xoşuma gəldi. Kifayət qədər keyfiyyətli bir məhsuldur. Ona görə dəyərdi buna. 125 manat verməyi və ortasında belə bir şey. İndi mən gedim bunları qəşəngcə ütülüyüm və bu stola sərim. Açıq vəziyyətində salfetka belə görsənir. Yaxından da göstərim sizə. Məncə çox yaxşıdır. Əslində belə şeyləri Trendyoldan zaddan sifariş eləməyi daha ucuz başa gəlir. Misal üçün bu süfrə Trendyolda hardasa 60 manata olacaq. Amma təəssüf ki, bu dəfə belə alındı. Təcili lazım idi. Əvvəlcədən düşünmədik. Ona görə aldıq. Ümid edirəm ki, bunu yandırmaram. Çünki yandırsam, mamiçka məni vuracaq. Mamanın ad günü münasibəti ilə baba pulda göndərib. Ona görə bu yaxınlarda mütləq xalça alacağıq. Növbəti gün Pərvanəgil bizə gəldi və Pərvanə dedi ki, bu süfrəni siz çox baha almışsınız. Maksimum bunun qiyməti 1.70 manatdır. Ondan sonra Trendyol'a girdim və bir qiymətləri analiz eləməyə başladım. Orada da həqiqətən qat-qat ucuzlar var, amma keyfiyyətini də bilmirəm bununla eyni olacaq və yaxud yox. Çünki onlayn sifariş eləmək biraz risklidir, o da var. Adi metronun yanında olan cihizlik bir mağazadan almışam. Amma gərək bunu almaqdan əvvəl Karachi və Əmsana biraz göz gəzdirərdi. Orada nə var, nə yox baxardıq. Çünki indirimlər olur orada 14 fevrala qabaq və s. Həm də ki, məhsulları daha keyfiyyətli olur adətən. İndi biraz ev işlərini görmək istəyirəm. Baxın, bizim aspirator çox çirklidir və əsas niyə görə bu gündədir? Biz bunları çıxarda bilmirik. Bunlar buradan çıxardılmır. Amma gördüyünüz kimi kifayət qədər kirlidir. Faberlic'in bu məhsulu ürəkdən sizə tövsiyə edirəm. Mütləq sifariş edin. Çox gözəldir. Luboy yağlı ləkələri aradan qaldırır. Yadınıza gəlirsə, bu stolun üzərində olan ləkələri də yağlı olmamaqla baxmayaraq yenə də təmizlədim. Bu dərəcədə universal və işlə mükəmməl yarayan məhsul mən hələ ki görməmişdim. Amma istifadə edəndə qızlar mütləq LJ taxın. Bunları çıxartmaq olmur deyə işim çətinləşir. Ümumiyyətlə ev təmizliyinə bağlı məhsullarım hamısı Faberlic'ə aiddir. Qeydiyyatdan keçmişəm və məhsulları hamısına 20% endirimlə əldə edirəm. Elə vaxtında hədiyyələr də gəlir. Misal üçün hal-hazırda qeydiyyatdan keçsəz bu ekranda gördüyünüz makiyaj seti sizə tam olaraq hədiyyə olacaq. Buradan axılan köpüyün sadəcə rənginə baxın. Hamısı jırdır. Bir 15 dəqiqə qalsın belə. Sonra yuyacağım. Amma uca təmizlənib. Birdən baxın. Amma elə gözləyəcəm bir 10-15 dəqiqə. Çox təəssüf ki, videodan tam mükəmməl nəticəni görə bilmirsiniz. 1.70% təmizləndi. Sadəcə sonra yoruldum və növbəti dəfə bir dəfə də keçəcəm, olacaq tərtəmiz. Eynəyə də taxdım ki, gözümə düşməsin. Nəm salfetkanı bir dəfə keçməyini görünür nə qədər yağ var. Mətbəx mebeliniz 10 il bundan əvvəl yığılıb və o vaxtlarda hamısı belə eləyirdi. Patoloqa qədər deyil. Orada da çox yağ yığılır. Bir gün vaxt tapmaq lazımdır. Oranı da təmizləmək. Məni daimi izləyən izləyicilər bilir ki, mən Sevda xanımla birlikdə Faberlic'də uzun müddətdir ki çalışıram. Hal-hazırda isə o qədər gözəl fürsətlər var. Bizim komandamıza qoşulan xanımlar Qızıl Pandora hədiyyə olaraq əldə edir. Çox qısa zamanda komanda quraraq ev şəraitində yalnız telefonla öz işini idarə edərək gözəl maaşlara çıxa bilərsiniz. Çətin heç nə yoxdur. Sevda xanım və onun peşəkar komandası hər bir xırdalığı sizə başa salacaq. Mənim izləyicilərimin arasında nə qədər xanım var, gözəl maaşlara çıxıb, hətta mənə reylərdə bunu bildirirlər. Mən də bunu görəndə həqiqətən sevinirəm. Məhsulları çox keyfiyyətlidir. Rusiyanındır bu brend olaraq və 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir. Siz onsuz da gedib bu məhsulları supermarketdən əldə edirsiniz. Ondan yaxşı da Faberlic'dən əldə edirsiniz. Heç bir fərq yoxdur harda yaşayırsınız. Rusiyada, Qazaxstanda, Luboy ölkədə yaşasaz da Faberlic'ə qoşula bilərsiniz. Və yaxud bizim hansısa bir rayonda da yaşasaz, o da problem deyil. Hər yerdə Faberlic'in məntəqələri var və məhsulları həmin məntəqəyə sifariş edə bilərsiniz. Mən isə qızlar bu
bugün çox az yatmışam. Ona görə biraz yorğun kimiyəm. Bu vlogda ona görə biraz qısa alınıb, üzürlüsən. Amma bundan əvvəl nəzərə alaq ki, 30 dəqiqəlik vlog çıxıb kanalımda. Ümid edirəm ki, videoları tez-tez paylaşanda siz çatdıra bilirsiniz bunları hamısını izləməyi. Mən qızlar, bu videonun altında sizin üçün WhatsApp qrupu paylaşacağım. Orada F1-liklə bağlı sizdə yaranan lüboy sualı ünvanlaya bilərsiniz. Ad, soyad, öz danıları yazırsınız və sizi qeydiyyatdan keçirdirlər. Qeydiyyatdan keçmək isə tam olaraq pulsuzdur. Sonra isə sizi başqa qrupa yönəldirlər. Amma çox xahiş edirəm, ciddi olmayanlar daxil olmasın. Bunun içinə həmişə tökdüyüm qablama vasitədə F1-lik ayırdım. Bu dəfə bunu sifariş eləmişdim. Amma malinalı var, onun qoxusu dəhşətdir. Malinalı və səhv eləməmsə çiyələkli var, dəhşət qoxusu var. Kifayətdir. Bu yağ çözücündə silirəm və qoyuram yerə, həcmi çoxdur, uzun müddət gedir. Qaldığım 1-2 dənə qabıda yuyuram, qoyuram yerlərinə. Bir də ki, qızlar, belə bir fikrim var, sual-cavab videosu çəkməyi istəyirəm. Əslində təzə wow bir şey danışmayacağım sizə, sadəcə tez-tez verilən sualları hamısını cavablandırmaq istəyirəm. Düzdür, özüm haqda videolarda kifayət qədər danışıram, hər vlogda biraz. Amma bəzən izləyici sual verəndə bilmirəm hansı videoya onu yönəldim. Məni tanımaq üçün insan məcbur deyil mənim 300 dənə videomu izləsin. Daha yaxından tanımaq istəyən sadəcə o sual-cavab videosuna girəcək və mənim haqqda çoxlu fakt öyrənəcək. Oldu qızlar, tərtəmiz. Qabların suyu süzülsün. Bunları da yer eləyəcəm. Belə, işimi bitirdim. Arada mən qızlar kopya belə həyat istəyirəm. 7-24 yatım, yeyim, içim və yenə də uzanım.